Çox maraqlı sualdır. Mən indiki Azərbaycan Dövlət Neft Sənaye Universitetini bitirmişəm. Keçmiş Məşədə Əzbəyov adına Neft Kimya İnstitutu. Bəli. 74-cü ildə bitirmişəm. Sonra Neft Mədən Fakültəsini, sonra Novosibirskdə aspirant olmuşam 3 il. Sonra Texniki Elmlər Namizədi 78-ci ildə müdafiə etmişəm. Sonra yenə Neft Sənaye Universitetində mən asistent, sonra dosent, sonra doktorluq müdafiə etdim. Mən professor oldum və o zaman mən mühəndis qrafikası kafedrası müdiri oldum 2 sənə. Sonra tabii çox çətin zamanlarda mənim bu kafedra müdirliyim çox çətin zamanlarda oldu. Sonra mən dəvət aldım Amerikada çalışmağa. Məni tanıyan bir professor o dəvət etdi 6 aylıq. Bu Amerikanın Alabama ştatında bir Auburn Üniversitesi var. Onlarda da NASA'nın mərkəzi var. Deməli, o mərkəzdə biz beynəlxalq kosmik stansiyaya proyekt, layihə üzərində çalışırdıq. Bu Vulkan layihənin ismi. Neçənci ilə təsadüf edir? Bu 1995. 95-ə. 95-ci. 95-ci ilə qədər Bakıda yaşamısınız. Evet, tabii. Aha. 95-in əvvəlləri idi, yanvar ayında. Bəli. Neysə 6 aylıq mən dəvət oldum. Sonra proyekt layihə iyi getdi. Sonra istədilər daha çox qalım. 2 ildə uzatdılar. Sonra ailəm də gəldi və bu 2 il oldu 30. Bu 6 ay oldu 30 sənə. 30 il oradayım. Çünki başqa proyektlərdə çalışdım. 10 il bu NASA'nın beynəlxalq kosmik stansiyasında deməli çalışdım. Sonra New Mexico ştatına dəvət oldum. Orada kafedra departament müdürü oldum. Mühəndis mexanika üzrə və indiyə kimi oradayam. Və bu zamanda bu New Mexico ştatındakı bu universitet bu mədən və texniki texnologiya universitetidir. Orada çalışıram.